Salam hörmətli kanal izləyiciləri. Mən bugün kimya fənnindən MİB və sertifikasiyada qarşılaşa biləcəyiniz situasiyalardan danışacağam. İzaha keçməzdən əvvəl kanala abunə olun ki, izahlar yerləşdirilən zaman məlumatınız olsun və dərslər haqqında ətraflı məlumat əldə etmək üçün 070 235 1325 nömrəsinə yazaraq dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. İndi keçək suallarımızın izahına. Deməli, birinci sualımızda nə deyilir? Deyilir ki, 24 qram karbon orta molyar kütləsi 36 qram bölünsün mol olan CO və CO2-dən ibarət qarışıq mühitində qızdırılır və tamamilə sərf olunur. Deməli, bizim qarışığımızda CO və CO2 maddələri var və biz bunların mollarını bilmirik. X mol bu götürsə, Y mol bunu götürək. İndi isə biz deməli, orta molyar kütlə düsturundan istifadə edərək X və Y-in tapa bilərik. Deməli, bu 28 qram, bu isə 44 qramdır və orta molyar kütləmizin düsturu necə idi? Kütlələrin mollarına vurub toplayırdıq və bölürdük nəyə? Mollarının cəminə. Deməli, 28x plus 44y bölünsün nəyə? X plus y bərabər etdik 36-ya. Burada tərəf-tərəfə vursaq, olacaq 28x plus 44y bərabərdir 36x plus 36y. X-ləri bir tərəfə, Y-ləri bir tərəfə keçirsək, olacaq 8x bərabərdir 8y. Aha, deməli, burada nə başa düşdük? X, Y-ə bərabərdir. Deməli, bu maddələrin molları başlanğıcda bərabər imiş. Aha, biz buradan Y-i silib X yaza bilərik. Yəni, hər ikisinin molu eynidir. Bu məsələmizin birinci hissəmiz. Daha sonra nə deyir? Deyir ki, 24 qram karbon orta molyar kütləsi bu qədər olan qarışıq mühitində qızdırılır və tamamilə sərf olunur. Deməli, biz bilməliyik ki, karbon bunların hansı ilə reaksiya daxil olur? Karbon CO2 ilə reaksiya daxil olur və nəyə çevrilir? CO-ya çevrilir. İndi reaksiyamızı yazsaq, karbon üstəgəl CO2 alınır nə? 2 mol karbon monoksid, yəni dəm qazı. İndi 12 qram karbon girən zaman, reaksiyaya girən zaman 1 mol CO2 sərf olunur və 2 mol CO alınır. Və bizə 24 qram verib. 24 qram nə deməkdir? Yəni 2 dəfə artıq. 24 qram, yəni 2 dəfə artıq. Deməli, bunun da molu 2 dəfə artıq olacaq. Bunun da molu 2 dəfə artıq olacaq. 2 idi, olacaq 4. Bu 1 idi, oldu 2. Aha, deməli, 2 mol nə oldu? 2 mol CO2 sərf olundu. Düzdürmü? Üzr istəyirəm. Deməli, 2 mol CO2 sərf olundu. Nə qədər CO əmələ gəldi? 4 mol. Bunun da üzərinə x plus 4 yazıram. Yəni, əvvəlcədən x mol idi, sonra da reaksiya nəticəsində 4 mol CO əmələ gəldi. Aha, indi isə bizə nə deyir məsələmizin ikinci hissəsində? Deyir ki, alınan qaz qarışığının orta molyar kütləsi 34 qram bölünsün moldur. Yəni, artıq bizim yeni qaz qarışığımız var, bu qədər və bunların orta molyar kütləsi 34 qramdır. İndi nə edirəm? Yenə də orta molyar kütləsinin düsturundan bunların mollarını tapıram. Yəni 28 vurulsun x plus 4 artıq yeni molumuz olduğu üçün və 44 vurulsun nəyə? X minus 2 bölürəm mollarının cəminə. Yəni x üstəgəl 4, bunda mötərizə yazım ki, qarışmasın. Üstəgəl x minus 2 bərabər eləyirəm 34-ü. Aha. İndi biz buradan mötərizəni vurub atsaq, eləyəcək 28x üstəgəl 28 4-ə vuranda eləyir 112. Üstəgəl 44x çıxılsın 88. Bölünsün neçə? 2x üstəgəl 2 bərabərdir 34-ə. İndi buradan nə alınacaq? 34. Deməli, alınacaq. 28-in üstə 44 gələndə eləyir 72x plus 112-dən 88 çıxanda, bu minus idi deyə, 112-dən 88 çıxanda nə qədər eləyəcək? Deməli, eləyəcək 24. Bərabərdir 68x üstəgəl 68-ə.
Buradan x-ları yenə bir tərəfə, y-ləri bir tərəfə keçirsək olacaq. 4x bərabərdir 44. X də bərabərdir 11. Deməli, x-imiz nə idi? 11. Yəni, başlanğıcda hər iki maddəmin molu neçə idi? 11 idi. Artıq başlanğıcı silsək. Yəni, bu da 11 idi. Çünki bizim x-larımız bərabər idi. Bu da 11 idi. Bunların da cəmi nə eləyəcək? 22 mol. Bizdən cəmi istəyir. Deməli, cavab oldu A variantı. İndi keçək növbəti sualımıza. Bunları silək. Keçək növbəti sualımıza. Növbəti sualımızda nə deyir? Əslində, elə də çətin tipli sual deyil. Lakin bəzən müdavimlər və yaxud da abituriyentlər bu tip sualları qarışdırırlar. Deməli, burada verilib bizə nə? Eyni şəraitdə x, y və burada z olmalıdır, səhvli olub. Maddələrin kütlə həcm qrafiki verilmişdir. X, y və z üçün hansı ifadələr doğrudur? Deməli, burada biz əvvəlcə nə edirik? Bu nöqtələri birləşdirsək, əslində buradan aydın olur. Kütlə ilə həcm düz mütənasibdir. Yəni, kütləsi böyük olandan həcmi böyük olur. İndi bizdən nəyə soruşur? Sıxlığı ən çox olan x-dir. Baxın, burada belə bir düsturumuz var idi. Deməli, m bölünsün v-yə. Burada görürük ki, sıxlıqla kütlə də düz mütənasibdir, düzdürmü? Yəni, kütləsi böyük olanın sıxlığı böyük olacaq. İndi burada kütləsi böyük olan hansıdır? Ən böyük olan z-dir. Çünki məsafəyə baxın, hansı daha uzaq məsafədə yerləşir? Bəzən elə bilirlər ki, x bu kütləyə yaxın olduğu üçün böyük odur. Xeyr, məsafə söhbəti var burada. Yəni, hansının məsafəsi çoxdursa burada bu qrafikdə, deməli, kütlə olaraq da o böyükdür. Deməli, burada ən böyük olan z-dir kütləsi. Əgər kütləsi böyük olan z-dirsə, deməli, sıxlığı böyük olan da z olmalıdır. Yəni, bu fikir səhvdir. Keçdik ikinciyə. Deyir, bərabər həcmdə götürüldükdə ən böyük olan z-dir. Bəli. Bu doğrudur. Və deyir, hər üçünün kütləsi artdıqda sıxlığı artır. Bəli, sıxlıq kütlə ilə düz mütənasib olduğu üçün kütlə artdıqca sıxlıq artır. Deməli, düzgün cavabımız 2 və 3-dür. Aydın oldu. Keçək üçüncü suala. Üçüncü sualımızda nə deyir? Qapalı qabda 0,6 mol karbon və 0,4 mol oksigen arasında reaksiya aparılır. Tarazlıq halında başlanğıc maddələrin molekullar sayının cəmi məhsulun molekullarının sayına bərabər olur. Tarazlıq sabitini verib 8 və aparılan qabın həcmini istəyir. Əvvəlcə biz reaksiyanı yazsaq burada, deməli. Əslində burada CO olmalıdır, nədənsə səhvli olub. Burada CO-dur. Üstə gəl oksigen alınır. Əmsallaşdırsaq 2 mol bu, 2 mol da bu. Aha. Biz tarazlıq məsələlərini yazanda nə edirik? Başlanğıc, sərf olunan və tarazlıq. Düzdürmü? Bunun başlanğıcı neçə moldur? 0,6 moldur. Oksigen başlanğıcı 0,4 moldur. Bilirik ki, məhsulların başlanğıcı olmur. İndi keçdik sərf olunana. Biz bilirik ki, sərf olunanda hətta sadəcə sərf olunanda biz nisbətləri götürürük. Yəni 2-nin 1-ə nisbəti və 2-yə nisbəti. Yəni maddələrin mol nisbətlərinə uyğun götürürük. Yalnız da sərf olunanda, qalanlarında bu belə deyil. İndi burada 2 moldur. Oksigen 1 moldur, CO2 2 moldur, düzdürmü? Amma biz bilmirik də bunlardan nə qədər götürülüb. Amma onu bilirik ki, nə qədər götürülsə belə yenə də sərf olunmada nisbətlər qanunu özün doğrultmalıdır. Ona görə də x götürürük. Yəni bu da x moldur, bu da x moldur, bu da x mol olsa 2x qədər sərf olunub bu. Oksigen x qədər sərf olunub. 1 mol olduğu üçün x götürdüm. Bu da 2x qədər olub. Aydındır? Yəni burada nisbətlər qanunudur. 2x qədər bu, x qədər bu, 2x qədər də bu. X neçə olursa olsun, nisbətlər özünü doğrultmalıdır. İndi tarazlığı hesablayırıq. Tarazlığı hesablayanda nə edirik? Başlanğıcdan sərf olunanı çıxırdıq. Yəni 0,6 çıxılsın 2x, 0,4 çıxılsın x mol və bunda da deməli məhsulun sərf olunması ilə tarazlığı eyni mol qədər olmalıdır.
Sərf olunması nə qədərdirsə, yəni başlanğıcı olmadığı üçün sərf olunma ilə tarazlıq eyni olur. İndi bizdən nə deyir? Deyir ki, tarazlıq anında məhsulların üzr istəyirəm, başlanğıc maddələrin mol saylarının cəmi nəyə bərabərdir? Məhsulun mol sayının cəminə bərabərdir. İndi mən bunları toplayıb üstə gəl 0.4 çıxılsın x bərabər edirəm nəyə? 2x-a. Və buradan da məsələmi davam elətdirirəm. Deməli 0.6-nın üstünə 0.4 gələndə eləyəcək 1 çıxılsın 3x bərabərdir 2x-a. 1 bərabərdir 5x. X də nəyə bərabərdir? 0.2-yə. Aha, deməli mənim x-im 0.2-dir. Yəni bura 0.2 qoysaq olacaq nə? Əslində ehtiyac yoxdur, amma yenə də yazıram. Bu 0.2, bu da 2 vurulsun 0.2. Gördünüz, nisbətlər qanunu alındı. Yəni 0.4 bu, 0.2 bu, 0.4 də bu. 2, 1, 2 nisbətində. İndi mən x-imi tapdım və mənim burada nəyə verib? Tarazlıq sabitini verib. Tarazlıq sabitinin düsturunda biz tarazlıq qatılıqları ilə hesablayırıq. Bunu silək. Aha. Tarazlıq qatılıqlarının qiyməti ilə hesablanır. Deməli, indi burada 0.6 çıxılsın 2-nin yerinə 0.2 qoysam neçə eləyəcək? 0.4. Yəni 0.6 çıxılsın 0.4 elədi 0.2. Burada nə eləyəcək? Burada da 0.2 eləyəcək. Burada nə eləyəcək? Burada 0.4 eləyəcək. İndi tarazlıq sabitinin düsturu nədir? KH. KH-ın düsturu deməli məhsulun qatılığının nəyi? Kvadratı olacaq. Niyə? Çünki molu neçədir? CO2-nin molu. Fikir verirsiniz, reaksiyada CO2-nin molu 2-dir. Ona görə də kvadratı yazılacaq. Və bunu birbaşa yazıram. Necə olacaq? Bölünsün V-yə, yəni bölünsün həcmə. Bu da bölünsün nəyə? Başlanğıc maddələrin mollarının hasilinə. Yəni CO-nun molu, CO-nun mol neçədir? 2. Ona görə bunun da kvadratı yazılacaq və vurulsun oksigenin molu. Oksigenin də molu 1 olduğu üçün mən bura 1 yazıram da, yəni 1 olacaq, bunu bilin. Və bölünsün nəyə? Hər biri V-yə. Bu da V, bu da V. Bunu ayrı-ayrılıqda yazaq, qarışmasın. Bunun da həcmi, bunun da həcmi. Aydın oldu. İndi mən buradan nə edirəm? Mən buradan deməli KH-ın qiyməti neçə idi? 8 bərabərdir. CO2-nin molu neçədir? 0.4. Yəni 0.4-ün kvadratı olacaq. Belə yazım ki, hesablamada asan olsun. 0.4 vurulsun 0.4 bölünsün V-yə. Bu da bölünsün nəyə? CO-nun qatılığı oldu 0.2. 0.2-nin kvadratı. Bunu da belə yazıram ki, sonra hesablamada rahat ixtisar apara bilək. Vurulsun nəyə? Oksigenin moluna. Oksigen molu neçədir? Qatılığı daha doğrusu 0.2 bölünsün V-yə. Deməli, indi buradan biz V-lərimizi tapmalıyıq. V-nin biri getdi, bax. Bu V ilə bu V ixtisara getdi. Bunlarla da bunlar getdi ixtisara. Hər biri. Burada nə qaldı? 2 burada qaldı, 2 burada. Yəni 4 qaldı. İndi olduq belə. 8 bərabərdir. 4 bölünsün 0.2 bölünsün V-yə. Aydındır. Burada V yuxarı qalxsa olacaq. Deməli, belə olacaq. V yuxarı qalxsa olacaq. 8 bərabərdir 0.2 və 4 vurulsun V-yə. Bununla bu ixtisar getsə qalacaq 2, V də qalacaq neçə? 0.4. Deməli, mənim həcmim, yəni məsələdə olan həcm neçə imiş? 0.4 imiş. Aydın oldu. Baxın, biraz uzun ola bilər, amma hesablamasına görə uzundur. Yəni, misal çox
sadə bir misaldır mənə elə gəlir və maraqlı məsələlərdən biridir. Tarazlığın maraqlı məsələlərindən biridir. Yəni biz burada düsturları bilməklə, məsələn KH-ın düsturunu bilməklə onu hesablaya bilirik. V-ni tapa bilirik. Yəni yadınızda saxlayın ki, KH-ın düsturunda tarazlıq qatlıqlarını biz V-yə bölüb o cür hesablamalıyıq. Yəni bəzən birbaşa olaraq molunu verir. Yəni həcmini bəzən deyir ki, 1 V-də, yəni 1 litr olanda, həcmi 1 olanda, yəni artıq orada V-nə yazmağa ehtiyac olmur da. Yəni 1-ə böləndə elə rəqəmin özü alınır. Ona görə də biz həmin düsturlarda V-ni yazmırıq. Amma burada bizdən həcmi soruşduğu üçün, qabın həcmini soruşduğu üçün artıq biz məcburuq ki, düsturda V-ni yazaq. Bu düsturla bu yolla gedib V-ni tapırıq. Ümid edirəm ki, aydın oldu. Keçək 4-cü sualımıza. Qalsın. Deməli, keçdik 4-cü sual. 4-cü sualımızda nə deyir? Molekulunda eyni sayda karbon atomu olan alkan və alkendən ibarət qarışıqda maddələrin mol sayı eynidir. Deməli, eyni mol sayda bizə alkan və alken verib. Bu qarışığın yanmasından 1,2 mol karbon qazı alınır. Həmin miqdar qarışıq 400 qram 8% bromlu suyu tam rəngsizləşdirirsə, ilkin qarışığın kütləsini hesablayın. Deməli, bizə verib alkan. Ümumi formulu yazırıq, çünki hansı alkan olduğu məlum deyil. Alkan yananda deməli M mol CO2 alınır. M plus 1 mol da su alınır. İndi alkeni yandıraq. Alken yananda nə alınır? Orada da M mol CO2 və M mol da su alınır. Yəqin ki, bunların ümumi yanma düsturunu hər kəs bilir. İndi bizdə nə deyir? Deyir ki, bu qarışığın yanmasından 1,2 mol karbon qazı alınır. Bunu bildik. Və həmin miqdar qarışıq 400 qram 8% bromlu suyu tam rəngsizləşdirir. Yaxşı. Bromlu suyu hansı maddəmiz rəngsizləşdirər? Alkan yoxsa alken? Təbii ki, bromlu suyu 2 qat rabitəsi olan maddə rəngsizləşdirər. Yəni alken. Bromla reaksiyasını aparsaq, birləşmə reaksiyasına daxil olacaq və 2 qat rabitə qırılacaq. Deməli, 1 mol alkan, 1 mol brom ilə birləşdi, 2 qat rabitəsini qırdı. Və indi bizdən nə deyir? 800 qram, üzr istəyirəm, 400 qram 8%. Nə deməkdir? Yəni 400-ün 8%-i nə qədərdir? 32 qram. Deməli, bizim alkenimizlə nə qədər brom reaksiyaya girib? 32 qram. Bəs bizim özümüzdə nə qədərdir? 160 qram. Bir dənəsi 80 qram olduğu üçün 2 dənəsi 160 qram olacaq və 1 mol alken ilə 160 qram əgər reaksiyaya girirsə, 32 qram brom ilə neçə mol alken reaksiyaya girir? X. X nəyə bərabərdir burada? 0,2. Aydındır. Deməli, mən tapdım ki, alkenim neçə moluymuş? 0,2. Axı bizə bərabər mol sayda verib. Deməli, alkanın nə qədər imiş? Bu da 0,2 imiş. Düzdürmü? 0,2, 0,2. Ümumi neçə mol karbon qazı alınır? 1,2. Yəni 0,2 N daha doğrusu. Yəni N-imizi bilmədiyimiz üçün 0,2 N, 0,2 N. Yəni 0,4 N-dən yarandı nə? 1,2 mol. N-imiz neçədir burada? N-imiz 3-dür. Düzdür? N-imizi tapdıq 3. Yəni C3H8 və C3H6. Bu maddəmizin kütləsi nə qədərdir? Deməli, 36, 8, 44 qram budur. 36, 6, 42 qram da budur. Və bunların 1 molu üçündür. Bəs bizdə neçə moldur hərəsindən? Hərəsindən 0,2 moldur. 0,2 mol budur. 0,2 mol budur. İndi bunların 0,2 moldakı kütlələrini cəmini hesablamalıyıq. İlkin qarışıq, çünki ilkin qarışıqda tapdım axı 0,2 mol alkan və 0,2 mol alken var idi. Bu nə qədər eləyəcək? Bunu 0,2-yə vuranda eləyəcək bu. Deməli, 8,8, yəni 44 buna vuranda. Bu da eləyəcək 8,4.
8-8-in də üstünə 8-4 gələndə neçə eləyəcək? 17,2. Cavab D variantı. Ümid edirəm ki, aydın oldu. Baxın, biz burada molunu tapdıq bu x-dan, düzdürmü? Niyə n qoydum? Çünki 1 molunda neçə dənə karbon var? N sayda. Bəs 0,2 molunda neçə dənə karbon olacaq? 0,2 n sayda. Yəni bu n karbonun sayıdır əslində. Başa düşürsünüz? N karbonun sayı olduğu üçün biz burada deməli bildik də necə hesabladıq bunu. Yəni 0,2 mol 0,2 n qədər alkan, 0,2 n qədər alken oldu və toplayıb cəmini toplayıb nəyə bərabərlədik? 1,2-yə. Çünki ümumi qarşığımızın yanmasından 1,2 mol karbon qazanılır. Burada da n 3 oldu və n-lərimizi yerinə qoyub kütləmizin moluna görə hesablayıb topladıq. Bu belə. İndi gəldik 5-ci suala. 5-ci sualda nə deyir? Deməli, XYA və XYB maddələri verib bizə. Birində 50%-dir, birində 60%-dir. Nə oldu buna? Deməli, bunda da 60%-dir Y-in deməli kütlə payı. Deməli, A B-dən kiçikdir də. A-da çoxdur, B-də azdır ondan. Düzdür? Və indi gəlin belə bir şey edək. Burada əgər mən A-mızı, B-mizi, baxın, nə götürə bilərik? Əvvəlcə, baxın, burada məntiqlə nəzər salsaq, istənilən yəni bu cür birləşmələrdə, bax, bu cür birləşmələrdə, bu indeks 3-dən artıq olmur. Ya 2 olur, ya 2 olur, ya da 3 olur. Məsələn, elə bir birləşmə yoxdur ki, orada indeks 4 olsun, 5 olsun. Məsəl üçün, ola bilər, belə ola bilər. Məsəl üçün, xlor 2O7 ola bilər, xlor 2O5 ola bilər və yaxud da N2O5 ola bilər. Yəni, burada artıq digər elementin də ayağında, indeksində rəqəm olur. Amma burada gördük ki, ancaq Y-lərin ayağında var. Yəni, X burada A ya 2-dir, ya 3-dür. B ya 2-dir, ya da 3-dür. Yəni, əlavə ola bilməz. Düzdürmü? İndi burada, əgər A olanda 50%, B olanda 60% olursa, deməli, A-mız 2-dir. Yəni, XY2, XY3-dür. Fikir verdiniz? Yəni, burada həqiqətən də düzəlir. Necə düzəlir? İndi burada biz götürsək, deməli, əgər Y-i 2-yə vursaq, X-ə bərabər eləyirsə, niyə X-ə bərabər eləyir? Çünki faiz olaraq 50% deyirsə, 50% nə deməkdir? Yarı-yarı deməkdir. Yəni, Y-i 2-yə vurub və X-ə bərabər eləyib. X bu, X bu. Gördünüz? 2-yə vurduğu üçün. Deməli, X-in kütləsi Y-dən nədir? 2 dəfə çoxdur. Yəni, X bərabərdir 2Y. Buradan belə çıxır. Yəni, Y-i 2-yə vuranda X-ə bərabər olur. Burada nə olur? Burada deməli, gətirib qoysaq, həqiqətən də elə olacaq. İndi Y-in əgər kütlə payını tapmaq istəsəm, burada necə eləyirəm? 3Y bölünsün. X üstə gəl 3Y. Bərabər eləyirəm nəyə? 60-a. İndi X-in yerinə nə qoyacam mən? 2Y qoysam, 3Y bölünsün 5Y. Həqiqətən də nəyə bərabər olur? Vurulsun 100. Həqiqətən də nəyə bərabər olur? 60-a bərabər olacaq. Çünki Y-lər gedəcək. 5 ilə 100 gedəcək. 20 cavab eləyir 60. Gördünüz? Həqiqətən də 60 qalır. Deməli, mənim A-m 2, B-im isə 3 idi. Deməli, burada A bərabərdir 2-yə, B bərabərdir 3-ə. Yəni, X Y-dən 2 dəfə çoxdur kütləsi. İndi biz variantlara baxırıq. Hansında 2 dəfə çoxdur, onu götürəcəm. Məsələn, birincidə deyir ki, 40 qram X-dir, 32 qram Y-dir. Xeyr, bu ola bilməz. 32 qram X-dir, 16 qram Y-dir. Bəli, 2 dəfə artıq olmalıdır. 56, 35 bu da olmayacaq. 160, 80, bəli. Cavab 1, 4. Üzr istəyirəm, 2, 4. 2, 4.
Aydın oldu. Bax, əvvəlcə məntiqlə yanaşdım misala. Çünki burada əgər bizə birbaşa 2 və yaxud da 3 versəydi A-la B-ni, orada biz bundan istifadə edib, bu düsturdan istifadə edib birbaşa tapa bilərdik. Amma bizə rəqəmlər vermədiyi üçün biz məcburuq özümüzdən nəsə qoyaq yerinə A-la B-nin. Ona görə də belə bir baxsaq, heç bir maddə, elə bir maddə yoxdur ki, yəni bu A-da, B-də artıq bir rəqəm olsun. Yəni 3-dən böyük rəqəm olsun. Ya 2 olacaq, ya da 3 olacaq. Yəni əlavə ola bilməz. Aydındır? Aha. İndi keçdik 6-cı suala. Aha, gəldik 6-cı suala. Baxın, 6-cı sualı mən əslində burada bir rəqəm səhvi var. Variantlarda rəqəm səhvi var. Burada 41 olmalıdır. Aha, indi gəlin məsələni həll edək. Mən bu məsələni niyə burada izah etmək üçün yerləşdirmişəm? Çünki bu tip suallar çox düşür və təəssüflər olsun ki, mənim bu tapdığım bu sualda səhvlik var. Amma mən sizə əsas odur gedişatı başa salacağam, izah eləyəcəm. Burada nə edirik? Deməli, 177 qram su olan birinci qaba 24 qram deməli natrium H əlavə ediblər. Hələ gəlin məsələnin birinci hissəsinə baxaq. Deməli, su ilə natrium H-ın reaksiyasını yazsaq, nə alınır? Natrium OH və 1 mol H2 qazı ayrılır, düzdürmü? Biz bilirik ki, qaz ayrılanda kütlə nə edir? Azalır. Və maddənin saxlanma qanununa əsasən reaksiyanın sol tərəfindəki maddələrin cəmi sağ tərəfindəki maddələrin kütlələr cəminə bərabər olmalıdır, düzdürmü? Burada nə edirik? Suyumuz nə qədər idi? 177 qram. Baxın, natrium hidrit bilirik ki, suda həll olacaq, düzdürmü? Suyumuz nə qədərdir? 177 qram. 177-nin üstünə 24 gəlirəm. Nə qədər eləyəcək? 201 qram. Düzdürmü? Deməli, mənim məhlulum 201 qram elədi. Bunu gəlsəm. Amma axı məndə 2 qram hidrogen çıxıb. Yəni, mənim 201 qram məhlulumdan 2 qram nə olub? Hidrogen ayrılıb. Mənim məhlulum nə qədər qalıb? 199 qram maddəm qalıb. Bax, bunun kütləsi, bunun suda olan məhlulun kütləsi nə qədərdir? 199 qram. Baxın, belə də hesablaya bilərsiniz. Məsəl üçün, 18 qram suya 24 qram natrium hidrit girəcək reaksiya. Nə qədər qalacaq? 40 qram qalacaq. 2 qram da hidrogen ayrılacaq. Bu 40-ı gətirib, bu 77-dən 18-i sərf olundu axı. 177-dən 18 çıxsaq nə qədər qalacaq? 159 qram, düzdür? 159-un da üstünə bu 40-ı gəlsə, yenə də 199 eləyir. Yəni, elə də alınır, belə də alınır. Amma biz özümüzü çətinə salmadan nə edirik? Suyun üzərinə elə bu maddəmizin kütləsini gəlirik, natrium hidridi. Natrium hidridi gəlirik və nə edirik? Oradan 2 qram hidrogenimizi çıxırıq. Çünki 2 qram hidrogen qaz halındadır və qaz halında olan maddələr bilirik ki, uçub gedir. Deməli, mənim maddəm oldu 199 qram, məhlulum daha doğrusu, birinci məhlulum. İndi ikinci hissədə nə deyir? Deyir ki, ikinci qaba isə 158 qram su olan ikinci qaba isə x qram natrium 2O əlavə etdikdən sonra hər iki qabda məhlulların kütlələri eyni olacaq. X-i müəyyən edin. İndi yenə də suyun üzərinə nə edirəm? Natrium 2O-mu gəlirəm. Burada artıq 2 mol natrium OH alınacaq və mənim qaz halında maddəm olmayacaq. Yəni, mən artıq burada itki verməyəcəm. Deməli, 158-in üzərinə elə bir maddə, elə bir qram gəlməliyim. Buna bərabər olmalıdır. 158 üstə gəl X, yəni nə qədərsə bundan gəlmişəm, eləyib 199 qram. X də bərabərdir 41 qram. Aydın oldu. 41 qram mənə bu maddədən lazımdır. Deməli, birinci maddəmi topladım. Oradan reaksiyamı bilməliyəm ki, görün burada qaz halında maddə ayrılırmı, yoxsa ayrılmır. Deməli, birinci reaksiyamda ayrıldı, H2 ayrıldı. Amma ikinci reaksiyamda H2 ayrılmadı. Birbaşa natrium OH əmələ gəldi. Ona görə də birinci maddələrimi toplayıb aldığım cavabdan 2 qram hidrogeni çıxsam, bərabər eləyəcək ikinci məhlulumun kütləsinə. Buradan da X-i tapanda nə edirəm? Bu məhluldan deməli
Suyumun kütləsini çıxıram, yerdə qalır natrium 2, onun kütləsi cavab 41. Deməli, burada variant A variantı olmalıdır. Sadəcə orada rəqəm səhvi olub. Mən bunu ona görə yerləşdirmişəm ki, izahına baxaq biz. Yəni, bu tip məsələlər çox düşür. Aha, indi gəldik 7-ci suala. Burada deməli, variant oldu A variantı. Amma cavab 41 olanda. Elə testdə də cavab A variantı götürmüşlər, amma 42 deyil. 41 olaraq A variantıdır. İndi gəldik 7-ci suala. 7-ci sualda nə deyir? Deyir ki, alkadenin 1 molu maksimum neçə mol xlorla birləşmə və əvəz etmə reaksiyasına daxil olar? Alkadenin formulunu yazsaq, necə yazarıq? Sin. Aha, bu alkadenimin deməli ümumi formuludur. Və bunun xlorla əvvəlcə birləşməsini qeyd etsək. Baxın, alkadendə neçə pi rabitə var? 2 dənə pi rabitə var. Yəni 2 dənə 2 qat rabitəmiz var. Yəni 2 dənə pi rabitə deməkdir bu da. Yadınızda saxlayın. Bizim bir pi rabitəmiz özünə 1 mol, yəni 2 ədəd element birləşdirir. 2 dənə. Məsələn, 1 mol xlorda neçə dənə xlor var? 2 xlor var da, düzdürmü? Bu birisində də 2 xlor olacaq, yəni 1 mol xlor. Ümumi neçə xlor elədi? 4 xlor, yəni 2 mol xlor etdi. Deməli, birləşmə reaksiyamıza nə qədər xlor lazımdır? 2 mol. Xlor 4. Düzdürmü? Bu oldu birləşmə reaksiyamızın molu. İndi əvəz etmə reaksiyamıza baxaq. Əvəz etmə reaksiyamızda hidrogenlərin sayı qədər xlorla əvəz edilə bilər. Hidrogenlərin sayı qədər. Yəni, nə qədərdir hidrogen? 2-yə çıxılsın 2 qədər. 2-yə çıxılsın 2 qədər hidrogenin moludur, əvəz etməmin moludur. Və 2 mol da mənim birləşmə reaksiyamın moludur. Üzərinə də 2 gəlirik. Cavab eləyəcək nə? 2. Yəni, 2-lər gedəcək. Cavab qaldı 2. Yəni, ümumi bizə 2-yə qədər xlor lazımdır əvəz etmə və birləşmə reaksiyamız üçün. Aydındır. İndi gəldik, deməli, indi gəldik 8-ci sualımıza. Deməli, 8-ci sualda bizə nə verib? Gəldik 8-ci sualımıza. 8-ci sualda bizə nə verib? Deməli, reaksiyamızı verib. Sink S üstəgəl oksigen alınır. Sink oksid üstəgəl SO2. Burada əmsallaşdırmayaq. Onsuz da elə 1-in 1 olacaq. 1 mol bu, 1 mol bu. 1 mol bu olanda 1.5 mol da bu olur. Yəni, bunu əmsallaşdırmaya ehtiyac yoxdur. Hələ ki, deməli, bizə qrafikdə nə verib? Deməli, bərk maddəmiz 388 qramdan 340 qrama düşüb. Baxın, bizim bərk maddəmiz budur. 388 qram. Və 340 qrama düşüb. Yəni, nə qədər azalma olub? 388-dən 340 çıxsam, 48 qram azalma olub. 48 qram nəyin hesabına olub? Bunun hesabına, SO2-nin hesabına, düzdürmü? Mənim sink S-min kütləsi nə qədərdir? Sink S-min kütləsi 97 qramdır. Sink O-mun kütləsi nə qədərdir? 81 qramdır. Deməli, 97 qramda nə qədər azalma olacaq? 16 qram azalma var. Baxın, bu 5 qalıq 97 qram, bu 5 qalıq isə 81 qramdır. Neçə qram azalma var? 16 qram. Amma məndə 48 qram azalma var idi. Yaxşı, deməli 1 mol maddəm olanda 16 qram azalma olursa, 48 qram maddə üçün neçə mol olacaq? Buradan da x bərabərdir 3 mol. Düzdürmü? Deməli 3 mol məndə maddə götürülüb. Sink S-im var imiş. Daha doğrusu sink S-im oksigenlə reaksiyaya girib 3 molum. Amma bizə başlanğıcda 388 qram 5 maddə verib. 388 qram 5 maddə neçə mol sink S deməkdir? 388-i bölsək 97-yə 4 mol eləyəcək. Deməli, 4 molun 3 molu reaksiyaya girib. Bu neçə faiz eləyir? 400-dürsə
75%. Deməli, mənim məhsulumun çıxımı 75%-dir. Yəni tapdıq ki, 388 qram neçə mol idi? Sink S 4 mol. Deməli, 4 mol maddədən verilib, amma 3 mol reaksiyaya girib. O da neçə faiz eləyir? 75% eləyir. Bu da belə. Deməli, izahlarımızı tam verdik. Yenidən xatırladım ki, kanalımıza abunə olun ki, izahlar yerləşdirilən zaman məlumatınız olsun. Dərslər haqqında məlumat isə 070 235 13 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.